Baxın, bütün dünya indi azotdan imtina eləyir, özünüz bilirsiniz. Niyə? Çünki azot buxarı qalxdığı zaman... Azot tərkibli gübrələrdən belə deyim. Azot tərkibli gübrələrdən buxar qalxdığı zaman bizim cigərimizə oturub və hərçəng əmələ getirir. Amma bu göbələk ağacın kökündə olanda həm onun ömrünü azaldır, bir həkim kimi onu malcı eləyir o ağacı və ayrı bir göbələk qoymur ki, ona daxil olsun, hücum eləsin. Yəni zərər verici göbələkdir. Qoymur ona hücum eləsin və palıddır, şamdır, vəzdir, vələzdir, fındıqdır, biz də dedik, şabalıddır. O ağac daha uzun ömürlü yaşayır və onun bir də dedim, fındığı da vurğulamışdıq biz. O fındığın həm kalibrini artırır, həm məhsuldarlığı artırır, həm özünüz bilirsiniz ki, hal-hazırda o fındığın qabığı ikinci imalatda da istifadə olunur, o laminatda istifadə olunur və onun içində fosfor oranı düzgün olduğu üçün artıq siz öz qabığınızı daha baha qiymətə sata bilərsiniz. Salam, hər vaxtınız xeyir olsun. Əziz Planet FM dinləyiciləri, siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Sizinlə mənəm Nigar. Bu andan etibarən zaman maşınında səyahətimiz başladı və bugün çox maraqlı bir mövzu haqqında, çox maraqlı bir sahə haqqında danışacağıq. Elə bu sahə haqqında danışmaq üçün maraqlı həmsöhbətim də studiyada mənimlə bərabərdir. Elə onu təqdim edən kimi mövzunun nə qədər maraqlı olduğunu özünüz başa düşəcəksiniz. Azərbaycan trüfel istehsalçılarının inkişafına dəstək İctimai Birliyinin sədri Lalə xanım Həmidova bugün mənimlə həmsöhbət olacaq. Lalə xanım, xoş gəlmisiniz. Xoş gördük. Çox şad oldum məni dəvət elədiyinizə görə bu Planet FM-a. İlk dəfədir radiodasınız. Bəli, ilk dəfədir radioda iştirak edirəm və çox həyəcanlıyam. Mən də ilk dəfədir bildim ki, sən demə trüfel bitir Azərbaycanda və Lalə xanım, trüfel biz adətən ən bahalı qidalardan biri kimi. Əgər o bahalı qidaların reytinqi tərtib olunursa, trüfel göbələyini, bunun başqa adı dombalan deyir gəlmişkən Azərbaycan. Yox, o deyil. Yox, o deyil. Elə buradan başlayaq. Buradan başlayaq. Bəzi insanlar bunu səhv salırlar. Deyirlər ki, dombalan və trüfel eyni göbələkdir. Niyə görə bula səhv salırlar? Çünki həm dombalan, həm trüfel torpağın altında bitir. Sadəcə dombalan tarfenziya rodundandır. Növündəndir. Trüfel isə tuber növündəndir. Yəni bunlar eyni klassdır, eyni rod deyil. Belə deyil. Yəni eyni sinifdir, ancaq eyni növə aid deyillər. Bəli, və xarici görkəmləri də oxşayır. Bir də ən əsas bunun fərqi nədədir ki, trüfel göbələyi ağacla simbiozda bitir. Yəni ağacların köklərində bitir. Həm ağaca qida verir, torpaqda olan bütün qidaları, mineralları, vitaminləri torpaqdan ötürür ağaca. Həm də ağacdan alır. Ona simbioz deyilir. Həm verir, həm alır. Ondan da su alır və uqlivodlar ala bilir. Fotosintez zamanında olunan karbohidratlar ala bilir. Ona görə bu simbiotik göbələkdir. Amma dombalan isə simbiotik göbələk deyil. O səhralıqda, Naxçıvanda, bəzi ərazilərdə bizdə bitir. Yəni təmiz bir torpaqda bitir. Heç bir ağac növü orada olmur. Amma trüfel isə palıd, vəz, vələz, qovaq, söyüd, fındıq, fıstıq, qarağac, qovaq, bu ağacların köklərində biomüxtəliflik meşələrdə bitir. Harda ki, biomüxtəlif mövcuddur. Bax belə. Çox maraqlıdır. Və Lalə xanım, bu birliyin yaranmasına zərurət necə yarandı? Mənə o maraqlıdır. Birliyin yaranmasına mən 2015-ci ildən başladım trüfellə maraqlanmağa. İlk dəfə xaricdə İtaliyada onu qida ilə qəbul elədiyi zaman mən gördüm ki, bu yeməklər çox bahadır. Kulinariyada, gastronomiyada. Və soruşdum restoranda ki, bu yemək niyə bahadır? Eyni makarondur.
eyni karpaçodur ya da eyni hansısa bir qidadır, amma bu yemək bundan fərqlidir qiymətdə. Bunun qiyməti gətirək 30 evrodur, bunun qiyməti 150 evrodur. Mənə dedilər ki, burada xüsusi bir əlavələr var. Göbələk əlavələri. Və dedilər trüfil. Dedim, bəli, trüfil göbələk, bəli dedi, onun qramla satırlar və qramla yeməyə daxil edirlər. Ona görə bu yeməkdə 3 qram trüfil, çiğ trüfil var. Biz onu nazik slice-la əlavə edirik makaronun üzərinə. Mən məsələn fikir vermədim, yedim, çox dadlı oldu və sonra başladım bunu araşdırmağa. Gördüm ki, hansı iqlimə, hansı diapazonlarda o bitir. Gördüm Fransiyada, İtaliyada, İspaniyada, İngiltərədə, Avstraliyada, hansısa bir ölkələrdə və getirdim xəritəni və xəritə çəkdim. Gördüm ki, eyni xəritə də biz də düşürük. Coğrafi enlikdə biz də düşürük. Şırata, dalqata deyəndə də biz. Enli uzun. Enli uzunu biz də düşürük ona və başladım regionları araşdırmağa. Sonra biraz məlumat. Mən özüm də bir təhsilim mən həkiməm, bir təhsilim də mən kimikam. Kimya texnologiyanı bitirmişəm. Bəli. Və başladım bunun biraz araşdırmağa. Gördüm ki, bu xüsusi torpaqlarda bitir. pH-ı uyğun olan torpaqlarda, pH-ı 8.5 oranında olan torpaqlarda bitir. Və iqlim çox sərt qış olmamalıdır, çox isti yay olmamalıdır. Bizdə hamısı iqlimin 11-dən 9-u Azərbaycandadır. Bunu hamısı bilir. Və başladım bir ov kimi meşəyə gedib araşdırmağa. Özüm. Ki bizdə var? Bizdə var mı? Yox. Dosta ova çıxırdım, özüm araşdırdım. Hələ o vaxtı itsiz. Yəni tək çıxırdım da mən ova. Araşdırırdım, baxırdım, oxuyurdum, eləyirdim. Sonra gördüm ki, heç bir məlumat belə Azərbaycanda yoxdur. Kənd təsərrüfatı tərəfindən də məlumat almaq istədim, ala bilmədim. Ondan sonra fikirləşdim ki, belə bir birlik yaratmaq lazımdır ki, insanlar birləşib bu sahəni inkişaf elətdirmək üçün töhfə versinlər və onu inkişaf elətdirsinlər. Niyə? Çünki bu çox yüksək əlavə dəyər ixrac potensialına malikdir. Tək bütün dünyada 100.000 ton çatışmazlıq var. Trüfil yəni bazarında və Fransa, İtaliya, İspaniya ən birinci yerlərdədir. Oralarda festivallar qurulur, ildə bir dəfə turist axını gəlir, beynəlxalq turistlər gəlirlər və oradan nə qədər bunlar pul qazanırlar. Fikirləşdim, mən bunu heç vaxt tək başıma eləyə bilmərəm. Mən gərək ictimai birlik yaradım. Amma mənə dedilər ki, ictimai birlik yaratmaq çox çətin olacaq. Çünki ictimai birlik yaratmaq üçün sizin üzvləriniz olmalıdır. Bu isə sahədə heç kim biliyi yoxdur. Siz bu üzvləri hardan tapacaqsınız? Mən başladım insanlara məlumat da tanışa, bilişə, hansısa bir insanlar kim ki maraqlanırdı. Gördüm gənə də insanlar. Sonra mən 2017-ci ildə Qəbələdə beləcə bir torpaq aldım. Niç kəndində. Və o insanlarla başladım söhbət eləməyə, soruşmağa ki, belə bir göbələk bilirsiniz? Dedilər, yox, bilmirik. Mən o kənddə o göbələyi tapdım. O kənddə mən özüm əlimlə o torpaqdan çıxartdım. İnsana deyirəm ki, bu göbələk bahalı göbələkdir. Deyirlər ki, yox, bu zəhərli bir şeydir. Mənə deyirlər. Deyirəm, necə zəhərli? Bizim ulu baba nənələrimizdən deyirlər ki, bu ağaca çox böyük bir ziyan vurur. Və gördüm ki, tək məlumat olmamağı qalsın bir qırağa, düzgün məlumat olmamağı mövcuddur Azərbaycan. Düzgün məlumatı yoxdur insanların. Ona görə də biz bunu inkişaf elətdirmək üçün mütləq ictimai birlik yaratmalıyıq. Maarifləndirmə. Və 2000-ci ildən Ədliyyə Nazirliyinə başvurdum və 5 ildən sonra məni qeydiyyata aldılar. Sağ olsunlar. Yəni çox böyük əziyyətlər çəkdim. Və bu il agentliyin dəstəyi ilə, dövlət agentliyinin dəstəyi ilə, qeyri-hökumət təşkilatına dövlət agentliyinin dəstəyi ilə granta da nail olduq, utduq, bəli. Keçən il 29 sentyabr ictimai birlik qeydiyyatdan keçdi və
qranta nail olandan sonra bizim 4 tədbirimiz maarifləndirmə tədbirlərimizdir. Значит, regionlarda trüfel təşviqin inkişafı layihənin adı belə gedir. Biz artıq ayın 3-ü Lənkəranda tədbirimizi keçirmişik. Ayın 10-u Qubada tədbirimizi keçirmişik. Bu ayın 31-i Şəkidə olacaq və ayın 14-ü Qəbələdə olacaq daimlarda. Kim istəyirsə radio vasitəsilə dəvət edirəm. Daimlar saat 1-də gəlib yəni maarifləndirmə proqramında iştirak edib məlumat ala bilərlər. Yəni o rayonlarda yaşayan, Şəkidən Quba, Qax, Zakatala o regionlara yaxın olan Şəkinin daim məntəqəsində keçilir. Saat 1-də keçiriləcək, 2 saat keçəcək, coffee break veriləcək sonra. Yəni kim həqiqətən məlumat almaq istəyirsə və o regionlara yaxın yaşayırsa, radio vasitəsilə biz onları dəvət eləyirik. Xoş gəlin, buyurun, maariflənin. Mənə çox maraqlıdır Lalə xanım. Siz danışırsınız, məndə artıq bir neçə suallar yarandı. Belə başa düşdüm ki, trüfel göbələyi münbit torpaqda bitir. Yəni onun yetişməsi üçün ümumiyyətlə göbələklərin mövcud olması üçün münbit şərait lazımdır. Bunu bilirik. Rütubətli torpaq lazımdır, qara torpaq lazımdır və simbioz formada bitdiyi üçün mütləq bir ağac kökündə bitir o. Bizdə ümumiyyətlə bax deyirsiniz, mənə dedilər ki, bizə nənə babalarımızdan belə qalıb ki, yox bu göbələk zəhərlidir, onu yemək olmaz. Ümumiyyətlə bizim mədəniyyətdə və mətbəx mədəniyyətimizdə göbələkdən baxsaz o qədər də çox istifadə olunmur. Bəlkə də bu yanlış maarifləndirmənin nəticəsidir ki, göbələk isə zəhərlidir. Yəni ondan daha dadlı təamlar var da, onu yeyin göbələk yeməkdənsə. Əmin olmasaq, mağazində görməsək ki, üzərində etiket var ki, orada tarixi da biz çox çəkinirik insan. Mən özüm belə adi marketdə görəndə şampinyon, vişinka görəndə mən 100 dəfə ölçüb biçirəm ki, mən bunu alım. Çünki insanlarda psixoloji bir qabıq altı yeridilib ki, göbələk tez koranan məhsuldur. Bəli, mən məsələn pizza sifariş verəndə belə çalışıram ki, yay fəslidirsə göbələksiz pizza sifariş verməyə etiraf eləmişsə. Bəli. Və mənə çox maraqlıdır Lalə xanım, niyə məhz trüfel göbələyi belə bahadır? Az olur, ona görə bahadır. Onu əldə etmək çətindir, ona görə belə bahadır. Yəni belə başa düşdüm ki, təbii şəraitdə simbioz formada hansısa bir ağacın kökündə bitir də. Hansısa bir ağacın kökündə bitmir. Hansısa ağacın kökündə bitmir. Bax gətirək belə, baxın, fındıq, palıd, bir də vurğulayıram, vəs, vələs, qarağac, qovaq, söyüd ağacı, şabalıd ağacı bitir. Amma tək ağac burada birinci rol oynamır. Söz deyən kimi iqlim ən birinci rol oynayır. Bir də ən əsası torpaq. Torpağın pH-ı 6 olsa çıxmayacaq. pH-ın torpağı 9 olsa, pH nə deməkdir? Bəzi izləyicilər bəlkə bilmirlər, pH turşuluqdur. Turşuluq səviyyəsi. Turşuluq səviyyəsidir. Yəni turşuluq səviyyəsi 7-8 yarım oranında olmalıdır. İllik yağış oranı düzgün düşməlidir torpağa. Yəni 585 oranında olmalıdır. İqlim, yəni yağış oranı. Millimetr olmalıdır. Çox sərt qış, yəni -10, -15 oldusa o çıxmır. O çıxmayacaq. Çox sərt isti yay oldusa 45 dərəcədən çox o çıxmayacaq. Bir də belə gətirək. Bu əkin texnologiyası çox belə xüsusi demək olar da. Onu necə olunur? Gətirirlər fındığı tini. Fındıq tininin kökünü peyvəndlə trüfellə, mitseliyə peyvəndləyirlər. Yəni loru dilində deyək ki, bir çörək qaldı, korandı, onun üzərində bir kif əmələ gəlir ha. Bax bu kifə mitseli deyilir. Və o mitseli kökün üzərinə qonmalıdır. Onu laboratoriyada tək bu göbələk növü, çünki göbələk növü trüfel göbələyi bir növdür. Orada Aestivum, Melanosporum, Uncinatum, Blumari, Borchi, Magnatum, yəni 8, onların 180 növü var trüfelin, 180 növü var. Amma ən yeyilən növ 8 növüdür. Niyə? Bir də bunun niyə görə çox bahadır? Bunun dadı çox gözəldir. Bunun
aromatı var. Nəyi xatırladır dadı? Lalə xanım, Dadı siz hələ yemisiniz. bilsən ki, qozla göbələk arasında. Birincisi deyək ki, o çox sərt bir göbələkdir, daş kimidir. Üzəri hələ bilsən ki, balaca bir kirpidir, dığırdığı. Bir növ qıraqdan baxanda qədimdə ayaq daşlar var idi, qara ayaq daşları. Bax ona bənzəyir, dığır-dığır belə. Balaca kirpiyə oxşayır. Bir də torpaqla eyni rəngdə olduğu üçün onu çox çətindir tapmaq. İnsan belə onu tapa bilmir. Xüsusi itlərlə bu tapılır. O birincisi, ona görə bahadır qiyməti. O itləri də İtaliyanın növüdür, Lagotta Romagnolo itləridir. Onları da Nuh hayamından belə deyim, 1800-cü ilindən bunları bu göbələk üçün təlimləndiriblər və anaların sütü ilə belə gilələrinə belə trüfül yağları sürtüb yedizdirirlər balacalar. Bax, məndə də indi belə bir itlər var. Mən uşaqlıqdan, doğulandan mən anaların döş nahəsinə yağ, trüfül yağı özüm onu hazırlayıram, sürtürəm ki, gözü açılmamış bir it artıq onun döşünü süt qəbul etdiyi zaman artıq o iyi qəbul edir və hələ bilir ki, o iyi ana iyidir. Ona görə böyüdüyü zaman da o anasını axtaran kimi meşədə onu axtara bilir. Ondan sonra da təlimlər gedir. Torpağı, trüfülü harasa gizlədirəm, deyirəm ona axtar, o axtarır. Torpağın altına onu bastırıram, o yavaş-yavaş bunu getirir. Çünki itlərlə bunu axtarır. Xaricdə donuzlarla da axtarır. O donuz niyə əlverişli deyil? Çünki donuz mitseliyanı zədələyir. Torpağı öz burnu ilə qazır, mitseliya strukturunu zədələyir və kökləri zədələyir. Artıq orada trüfül çıxmayacaq. Və onu tapdığı zaman o onu yeyir. O onu yeyir. Biraz temadan qırağa çıxdıq. Baxın, niyə bu bahadır? Bahadır ona görə ki, bir gektardan siz əkdiyi zaman fındıq 4 ildən sonra məhsul başlayır verməyə. 3-4 ildən sonra başlayır məhsul. Kimi 4, kimi 3, 5. Onun xüsusi, onun suvarma sistemi yoxdur. Deyək ki, bunun xüsusi su lazımdır. Çünki o özü torpağın su ehtiyatını saxlayır. Ona malikdir. Torpaqdan altından 5, ən uzağı 50 santimetr olur. Ona görə də o mitseli trüfüllə, trüfül özü sudan, 80% sudan ibarətdir. O torpağı yanğından qoruyur, quraqlıqdan qoruyur torpağı. O il ki yağış yağmır, artıq ehtiyac olmur suda. Çünki trüfül özü onu depo kimi saxlayır, torpaqda su balansını qoruyur. Bir gektardan ortalama belə getirək də 5-dən başlamış 40 kiloya qədər çıxa bilər. Da 60 kiloya da belə çıxa bilər. Amma tədricən birinci 3 ildən sonra 5 kilo çıxır, 5 ildən sonra 7-8 kilo, 8 ildən sonra artıq 20 kilo. Bəzi yerlərdə bir topadan, bir fındıq topasından, köklərdən 7 kilo qədər də tapa bilirsiniz. Yəni bu ortalamada, yəni gətir 60 kiloya qədər bir hektardan yığmaq olur. Amma bir də deyirəm, bunu parnikdə yetişdirmək olmur. Mümkün deyil. Yəni hansısa bir göbələk növü kimi, şampinyon mu deyim, vişinka kimi onu substratda böyüdürlər, iqlim yaradırlar, bir bağlı bir padvallarda mı deyim, cizəmələrdə mi deyim, yaradırlar və orada onu yetişdirilir. Bunu belə mümkün deyil yetişdirmək. Normal yağış oranı olmalıdır. Siz hansısa bir palivlə, xlor suyu ilə bunu sula bilməzsiniz. Yağış, günəş obязательно düşməlidir. Lampiçka günəşi ola bilməz orada. Yəni ideal şərait yaradılsa belə istixana effektində onu almaq mümkün deyil. Yox, mümkün deyil. Bunun bir növü də belə var. Magnatum Rico, ağ göbələk deyirlər buna. Bunun qiyməti 2,5 evrodan başlayır. Onu vəbşə kultivasiya, ona kultivasiya edirlər də, yəni özümüz elədiyi zaman insan tərəfindən. Kultivasiya mümkün deyil. Onu heç İtaliyada, Fransada kultivasiya bugünə kimi eləyə bilmirlər. Qara göbələkləri, Aestivum, Melanosporum. Bir də bu göbələk Bursa göbələklər kimi deyil, quzu qarnı kimi deyil ki, ildə bir həftə, 2 həftə olsun. Bu il boyu var. Yayda yay trüfülü, qışda qış trüfülü, payızda payız, yazda yaz trüfülü. Bir neçə növü mövcuddur. Sadəcə axtarma çətindir, ona görə qiymət bahadır. Aromatı gözəldir bunun, çiğ yeyilir, dadı gözəldir. Bir də çoxlu içində minerallar, fosforlar, mikroelementlər,
aminokislotlar düzgün oranındadır. Belə deyək, torpaqda necə bu elementlər düzgün oranındadır, eyni onu ötürür trüfelə. Yəni çox təbiidir də, belə deyək. Çox təbiidir. İdeal balans var üçün. Da, və çox çətindir onu tapmaq. Bir də hər yerdə bu bitmir. Hər yerlərdə bu bitmir. Yəni düzgün iqlim olmalıdır ki, bu bitməlidir. Даже belə deyək. Bax, Kitayda trüfel bitir, də? Kitayın Çində. Çitin trüfeli $100 satılır. Bilirsiniz niyə? Çünki onun torpağı o qədər zəngin torpaq deyil ki, o trüfellərdən koku gəlmir. İyi gəlmir onlardan. Əsas trüfelin bahalığı onun iyindədir. Trüfelin iyi varsa, o trüfel bahadır. Trüfelin iyi yoxdursa, azdır, o trüfel qiymətdən aşağı düşür. Onun iyi çox belə deyək, bəzi deyir sərt, amma mənə görə, mən yediyimə görə çox belə gözəl bir iyi var onun trüfelin. Bax, belə təxmin edirəm ki, gözəl bir meşə qoxusu gəlir onun. Yəni çox təbii olduğu üçün. Onun yox, meşə qoxusu gəlmir. Onun belə bir iyi var. Birinci dəfə mən onu yeyəndə mən düzünü desəm diksindim, dedim bu nə iyidir? Pis iyi mənə elə gəldi. Amma sonra mən onu yedikdən sonra baxın, mən artıq öv səviyyəyə gəlmişəm də, bəzi cəmaət mənə gülür. Mən içsiz belə gedirəm meşəyə, mən torpağı getirirəm əlimə, ocuma. Torpağı iynəyirəm. Torpaqdan bilirəm ki, burada trüfel var ya yox. O qoxunu alırsınız oradan. Çünki onun iyi, o qədər nazikdir, feromonları o qədər nazikdir ki, o любой bir torpaqda on просачивается deyirlər, rusca deyirlər, просачивается. Yəni hiss olunur və sizin burnunuza notkaları deyir. Adi mən xaladelnikdə onu saxladığım zaman nə qədər istəyirsiniz onu pükün, plasmasa qoyun. Xaladelnik açdığı zaman adamı iyi vurur. Duryan kimi. Avropada belə deyək, trüfeli yumurta ilə bir yerdə saxlayırlar. Hansısa bir meyvə ilə, tərəvəzlə, yağla bir yerdə prosta bir qabda saxlayırlar. Artıq o yumurtanı baha satırlar. İyi, qoxusu ona keçdi. Kokusu yumurtanın qabuğundan belə keçir ora və söz o yumurtanı sonra pişirdiyi zaman o yumurtadan o trüfelin qoxusu gəlir. Kokusu gəlir. Orada belə bir yəni düyünü belə göbələkdə saxlayırlar, trüfel göbələyində saxlayırlar. Lalə xanım, ekologiya faydasından başlayaq, ağacın məhsuldarlığının artırılmasından başlayaq. Yəni adətən deyirlər ki, zərərverici kimi biz, yəni yenə deyirəm, bizim səhv maarifləndirilməyimizin nəticəsində göbələkləri biz nəsə ziyanverici, zərərverici kimi, həm də onlar zəhərli və zəhərsiz olurlar deyə biraz ehtiyatla yanaşırıq. Amma məsələn fındıq ağacının, şabalıd ağacının məhsuldarlığında, dadında nə qədər vacib rol oynayır trüfel istə bu barədə? Baxın, birinci vurğulamaq istəyirəm ki, trüfel torpağın altında olduğu üçün bu fotosintez görmür. Hər bir bursu göbələklə baxanda hansı ki torpağın üstündə yetişir, onlar günəş görür və ona görə fotosintez zamanı zəhərli maddə ortalığa çıxır. Kimyəvi prosesində, yəni o da günəş fotosintez zamanı. Trüfel növlərində isə artıq onlar lap qalsa da torpağın altında, lap qurusa da belə, yenə də o zəhərli olmur. Trüfel heç vaxt zəhərli ola bilməz. O birincisi. Ekologiya ilə bağlı belə vurğulaya bilərəm ki, trüfel torpağın su balansını və tələbatını azaldır. Artıq meşələr, torpaqlar nəm qalırlar. Koroziyanı. Yəni quraqlıq olsa belə, oradakı su balansını, rütubəti qoruyur. Bəli. Niyə? Çünki o ağacın kökündə olduğu üçün o ən dərin yerlərdən suyu qaldırır yuxarı tərəfə. Çünki o 5 və 30 santimetrdə oranın məsafədə olduğu üçün ağacın kökü isə gedir aşağı 2 metrə getirir də, 1 metr yarım, 2 metr gedir və o ona bitişdiyinə görə o dibdən o suyu qaldırır, çəkir yuxarı tərəfə və torpağı nəm saxlayır. O birincisi. İkincisi, torpağın, bax o şəraitdə torpağın degradasiyasını və koroziyasını aradan qaldırır. Aşınmasını və koroziyasını. Koroziyasını aradan qaldırır. Artıq baxın, bizim azad olan torpaqlarımızda indi hal-hazırda minadan təmizləmə gedir də. Və o təmizləmə zamanı minalar partlayır və torpaqlar koroziya qalır da, məhruz qalır da və o yerlərdə biz bağları salsaq, müxtəlif ağaclarla biz bağları salsaq, artıq 5 ildən sonra, 10 ildən sonra ona magnatum ricco kimi göbələk də öz-özünə əmələ gələr. Kultivasiya olunmayan bir göbələk və biz Qarabağ zonasını agroturizmə belə çevirə bilirik. Niyə agroturizmi çevirə bilirik? Çünki trüfel özü turizmə böyük bir töhfə verir. Gastronomik turlar
Fransada, İtaliyada festivallar yaradırlar. Bütün beynəlxalq axını turistlər hamısı gəlir Fransaya, ya İtaliya eyni günü. Trüfel üçün artıq öz birjası da belə var. Trüfel birjası, necə ki qızıl birjası var, trüfel birjası da belə var. Ona görə biz Qarabağ zonasını aqroturizm inkişaf eləmək istəyiriksə, artıq biz orada meşə salındığı zaman biz hələ belə meşə salmamalıyıq. Biz düzgün meşə salmalıyıq ki, artıq 5 ildən, 10 ildən sonra orada kultivasiya olunmayan göbələklər özündən də belə əmələ gələ bilər. O yaxşı olar ki, ona fikir biz yəni məsləhət diqqət yetirək ki, düzgün meşələr salaq. Düzgün çünki Qarabağda dombalan kimi göbələklər yetişir. Dombalan isə düzgün oranında torpaqda olan oranında bitişə bilər. Yəni 7-8 yarım eyni oranında, pH oranında yetişir. Artıq biz bilirik ki, o torpaqlar trüfelə də uyğundur. İqlim trüfelə də uyğundur, torpaq da trüfelə uyğundur. Çünki dombalan varsa artıq o zonada trüfel də ola bilər. Ona görə də biz düzgün meşələr salsaq və biz o torpaqları degradasiyasından, bu mina təmizləyəndən sonra tez o torpaqları dirçəlmək üçün potensiala malik ola bilərik. Bu trüfeldən biridir. Həm də məhsuldarlığı siz vurğuladınız, artırır. Düzdür. Bir fındığın kökündə trüfel olduğu zaman artıq siz bir topadan 7 kilo yox, 15 kilo fındıq yığa bilirsiniz. Bir də belə bir məlumat verim. Azərbaycan fındıq ixracatında 3-cü yerdədir. Çünki biz 70-80 min ton fındıq ixrac edirik. İkinci yerdə İtaliyada 100-150 min ton ixrac edirik. Birinci yerdə Türkiyədir. 700-800 min ton ixrac eləyir. Amma ixracata baxanda Türkiyə birinci yerdədir. Amma İtaliya amma məhsulun vitaminləri, mineralları, yəni keyfiyyətinə baxanda biz İtaliya birinci yerdədir. Halbuki orada 100 min, 150 min ton ixrac olunur. Keyfiyyətə görə. Təxmin edirəm ki, trüfel göbələyi. Bəli, çünki o region hardakı onlar o fındıqları yığırlar, Alp tərəflərdə. Orada hamısı fındıqları inokulyasiya eləyib, mikoriza inokulyasiyasını eləyib. Mikoriza inokulyasiyası o deməkdir ki, kökləri peyvəndləyib, sonra tilləri əkirlər və artıq 3 ildən sonra həm məhsul alırlar, fındıq məhsulu alırlar, həm də trüfeli alır, həm torpağı da zənginləşdirirlər. Peyvəndləyib deyəndə Lalə xanım, burada yəni mikoriza dediniz, belə başa düşdüm ki, trüfel göbələkləri ilə peyvəndləyirlər həmən kökləri, yoxsa necə? Laboratoriya şəklində fındığın kökünü bir maddə eləyirlər, su maddəsi kimi, ona yerləşdirirlər. Artıq o suda onun mitseliyası var. Sonra uyğun şəraitdə saxlayırlar, uyğun nəmişlikdə saxlayırlar və artıq o kök, mən öncə dediyim kimi bir plesin kimi deyir, bir kif kimi sporlar deyirlər də, bu da spor deyəsən. Sporla bu gedir spor inokulyasiyası. Onu oturulmuş bağlarda eləmək olar. İki cür inokulyasiya eləmək olar. Bir mitseliya inokulyasiyası, bir də spor inokulyasiyası. Spor inokulyasiyası gedir artıq çoxdandan əkilmiş fındıq bağlarında trüfeli torpaqla qarışdırırlar, eyni torpaqla qarışdırırlar. Bəzi ora maddəli daxil eləyirlər, torfdur və belə bir maddələr daxil eləyirlər və sonra onu topa şəklində fındığın kökünə otuzdururlar. Balaca bir çərçivələr eləyirlər, lunkalar deyə də və ora otuzdururlar və torpağı akuratla bağlayırlar. Amma mitseliya inokulyasiyası artıq balaca ağacları biz deyirik, tinlər deyirik. Onları peyvəndləyib onun üzərində mitseli çıxandan sonra, ondan sonra onu torpağa biz otuzdururuq. Və 3 il ərzində necə ki fındığı biz sulayırıq, eyni şəraitdə biz yay çox sərt çox isti keçsə, biz onu həftədə bir dəfə sulaya bilərik. Qışda vəbşə sulama payızda lazımdır. Normal fındığı necə sulayırsınız, onu belə də sulayırsınız. Fındıq məhsul verəndən sonra sulama lazımdır ona. Naborot o çox sulama onu çürüdə bilər. Normal təbii şəraitdə o özünə əmələ gəlir. Yenə də çox quraqlıq illər olduğu zaman biraz onu sulamaq məsləhətdir. Məsləhətdir sulamaq. Hər su ilə sulamaq olar onu, Lalə xanım? Yox, hər su ilə sulamaq olmaz. Yəni xüsusi diqqətli olmaq lazımdır burada. Yox, hər su ilə sulamaq olmaz. Kimyəvi elementlər olmaz. Yaxşı bir sual verdiniz. Baxın, bütün dünya indi azotdan imtina eləyir, özünüz bilirsiniz. Niyə? Çünki azot buxarı qalxır
qalxdığı Azot tərkibli zaman gübrələrdən belə deyim. Azot tərkibli gübrələrdən buxar qalxdığı zaman bizim cigərimizə oturub və hərçəng əmələ gətirir. Amma bu göbələk ağacın kökündə olanda həm onun ömrünü azaldır. Bir həkim kimi onu müalicə edir o ağacı və ayrı bir göbələk qoymur ki, ona daxil olsun, hücum eləsin yəni, bu ağaca. Zərər verici göbələkdir. Qoymur ona hücum eləsin və palıddır, şamdır, vəzdir, vələzdir, fındıqdır, biz də dedik şabalıddır. O ağac daha uzun ömürlü yaşayır və onun bir də dedim fındığı da vurğulamışdıq biz. O fındığın həm kalibrini artırır, həm məhsuldarlığı artırır, həm özünüz bilirsiniz ki, hal-hazırda o fındığın qabığı ikinci emalatda da istifadə olunur, o laminatda istifadə olunur. Bəli. Və onun içində fosfor oranı düzgün olduğu üçün artıq siz öz qabığınızı daha baha qiymətə sata bilərsiniz. Fındığı da baha qiymətə satır. Çünki kalibr bizdə Azərbaycanda biraz azdır. Onun kalibri, fındıq kalibri ancaq trüfüllə böyüyə bilər. Çünki o ona torpaqda olan mineralları mı deyim, vitaminları mı deyim, aminokislotları mı deyim, hamısını torpaqda olan nə kimi qidalar var, hamısını ötürür bu ağaclara. Çünki fındıq hal-hazırda onun kökləri çox dərinə gedə bilmir. Çox yuxarı da ola bilmir. Və o ona artıq simbioz nə deməkdir? Yəni kömək edir ona. Bir yerdə yaşayırlar və simbiotik göbələklər heç vaxt ziyarına ola bilməz. Çünki o həm yaxşılıq eləyir də, bu ağaca yaxşılıq edir ki, onun heç vaxt bu simbiotik göbələklər heç vaxt zərərli və zəhərli ola bilməz. Belə deyək də Lalə xanım, həm ağacdan qidalanır, həm də ağacı qidalandırır. Yəni zərər verici deyil. Bəli, o simbioz göbələkdir. Amma dombalan simbioz göbələk deyil. O parazitar göbələkdir. O adi bir saxralıdır. Demirəm, o yenə də dadlı bir göbələkdir. Çox yaxşıdır. Mən özüm də istifadə edirəm dombalandan. Yaxşı qidadır. Sadəcə o simbioz göbələk deyil. O öz-özünə sahralıqda belə deyək, balaca otların köklərində bitir. Ot köklərində bitir. Balaca da, nadir otlarda bitir. Və hal-hazırda göbələk, trüfül göbələyi, baxın, ekologiyanı, kənd təsərrüfatı, turizmi, elmi birləşdirən, gələcəyə gedən bir məhsuldur. Lalə xanım, trüfel istehsalçılarına dəstək İctimai Birliyi, istehsalçılarımız varmı bizim? Artıq 2 dənə tədbir keçirilib. Vurğulayım, bir də Lənkəranda, bir də Qubada və tədbir zamanı mən özüm sorğu listasını çıxartdım. Sorğu vərəqəli çıxartdım və o sorğu vərəqəsində bir bənd əlavə elədim ki, İctimai Birliyin üzvü olmaq istəyirsinizsə və artıq 80 nəfər adam hamısı bəli deyib. Artıq onların İctimai Birliyə üzv olmaq üçün işlər görülür və günbəgün bu sahədə maraqlanmaqla bağlı da deyək, maraq artır. Bu sahədə maraq artır və insanlar artıq sual verir ki, İctimai Birliyin üzvü necə ola bilərik, o bizə nə verə bilər, nə kimi biz maarifləndirə bilərik bu sfera ilə bağlı özümüzü və ona görə də hamısı maraqlanır. Bəs ixracla bağlı Lalə xanım, çünki bax, bayaqdan bəri qeyd etdik ki, biz verilişin əvvəlində də trüfel çox bahalı məhsuldur və buna böyük tələbat var. Yəni, nə qədər ki, yüksək gastronomiya var, trüfelə tələbat olacaq. Bunu ixracı ilə bağlı, ta ki, istehsal etdik. Yəni, sizə də gəldilər, qoşuldular insanlar, belə deyim də, şirnikləndilər ki, bundan böyük pullar əldə etmək olur. Bəs ixracı məsələsi necə həyata keçilir və Azərbaycanda olan trüfel göbələyinin bax o dəyəri, İtaliyadakı, Fransadakı, İspaniyadakı o əsas ixracatçıların dəyəri ilə, yəni dad baxımından, qoxu baxımından, minerallar baxımından eynidirmi? Eyni saymaq olarmı və necə bir ixrac prosesi keçir burada? Yaxşı bir sual verdiniz. Çox sağ olun suala görə. Çox qanunverici, çox böyük çatışmazlıqlar var. Boşluqlar var da. Gətirək məhsuldarlıqla da biz hal-hazırda indi heç bir fermer trüfel əkmir. Əkinçiliklə məşğul deyil də. Amma Azərbaycanda təbii, yabani torpaqlarda
trüfil bitir. Zonalarda saya bilərəm. Çünki Şəkidir, Zakataladır, Qəbələdir və İsmayılı, Şamaxı hər bir yerdə var da trüfillər. Gəlin belə danışaq da, biz indi hal-hazırda ixracatla danışa bilmərik. Niyə? Çünki bizim trüfil yetişdirən fermerlərimiz yoxdur ki, ixracat eləyə bilsinlər. Amma təbii şəraitdə olan trüfillərin satmaq üçün ölkədə və qanunvericiliyə bəndlər yoxdur. Çünki artıq hansısa bir ovçu, onun ovçu sertifikatı yoxdur. Bu ovçu gedib sabah meşədə bu trüfili normal şəraitdə yığsa da belə, ya da öz torpağında hansısa bir fındıq, meşədə yığmasa da belə, öz fındıq bağında trüfili əldə eləsə də belə, onun qida təhlükəsizliyi qeydiyyatı olmalıdır artıq. Qida təhlükəsizlikdə də qeydiyyatı olmaq üçün o gərək bu trüfili təbii şəraitdə yox, əkməklə bağlı, yəni əkindən sonra onu əldə etmiş olmalıdır. Yəni kultivasiya ilə, aqronom qaydalarına, aqronom qaydası ilə uyğun olaraq. Çünki o qida təhlükəsizliyi deyəcək ki, siz bunu əkmisiniz, yox, əkməmişik. Başa düşdüm. Yəni yabanı halda bitən nə isə sən yerdən çıxarıb, qida təhlükəsizliyi standartları, normalarına cavab verdiyini sübut eləyə bilməzsiniz. Elə bilməzsiniz. Çünki sizi qida təhlükəsizliyi qeydata almaya bilərlər. Çünki deyəcəklər bu yabanı bitir. Siz bunu əkməmisiniz, eləməmisiniz. Siz bunu necə satış eləyə bilərsiniz? Yaxşı, siz kimsiz? Yaxşı, mən adi bir həyətimdə heç mən fermer deyiləm deyək də. Mənim fındıq bağım var. Bəxtim gətirib orada trüfil yetişir. Trüfil yetişib. Mən indi özünüz də bilirsiniz, bu trüfil 1 qramla satılan bir şeydir də. Azərbaycanda çoxlu restoranlarda artıq mən öz MMC tərəfimdən, mənim MMC'm 10 ildir fəaliyyət göstərir. MMC tərəfindən mən satış eləyirəm trüfilləri də. Amma bu insan gəlib artıq mənə də sata bilməz bu malı. Çünki bunun bir sənəti yox, bir sübutu yox. Amma biz baxanda, ayrı bir ölkələrə baxanda, İtaliyaya, Fransaya, İspaniyaya baxanda artıq onlarda qanunvericilikdə belə bir sənədlər var. Hansısa bir ovçu Ekologiya Nazirliyindən mi deyim, ya İctimai Bil tərəfindən mi deyim, hardansa bu ovçuluq sənədini alır, kurslara mı gedir, harasa ovçuluq sənədini alır. Alandan sonra region harda onu çıxardıb, adı, familiyası, onun ovçuluq sertifikatının nömrəsini, trüfilin, onlarda artıq prilajeniya belə də var. O prilajeniyada onlar tədbirdə hansı növ çıxartdığı orada keçirirlər skanla. Bilirlər ki, hansı növdür. Bu aestivumdur, uncinatumdur, magnatumdur və artıq o prilajeniya ilə, o tətbiqlə bağlı onlarda kağız çıxır ki, bu ovçu filan yerdə 2 kilo trüfil yığıb. Yəni ona etibar eləmək olar da ki, o o kağız əsasında da. Lalə xanım, bir də çox vacib bir məqam qeyd elədiniz. O trüfili çıxardan adamı ovçu adlandırırsınız. Yəni onlar həqiqətənmi ovçu adlandırır? Bəli, onlar ovçudur. Gəlin mən ovçuluğun ekoloji tərəfində belə deyək bu artıq. O ovçudur. Niyə ovçudur? Çünki bunu ancaq itlə tapmaq olur. O özü onu belə tapa bilmir. O itlə çıxırsa ova, artıq o itlə onu tapırsa, baxın bu kağız əsasında bu məişət sertifikatı ala bilir. Məişət sertifikatı özünüz bilirsiniz ki, ixracat üçün lazımdır. Əsası da getirirlər o insanın kağızını ki, hansı ki ovçu əsasında o kağızı alır. Yəni lisenziya əsasında fəaliyyət göstərdir, belə deyək. Bəli, lisenziya əsasında ovçuluq fəaliyyəti göstərir. Bülten belə kağız verir ki, mən falan ovçuyam, Andreya, mən 2 kilo trüfil yığmışam falan yerdə və gəlir onu satır, ixracat işi ilə məşğul olan bir şirkətə, bir deyim LLC-yə, MMC-yə satır. Artıq o şirkət ixracat edir. O sənədin əsasında. Yəni burada məsuliyyətdən söhbət gedir də Lalə xanım. Məsuliyyət daşıyır ovçu ki, yəni mənim ovçu kimi lisenziyam var və mən bu trüfeli çıxarmışam və ondan o trüfeli alan şirkət də, MMC də onun ovçu sertifikatına, lisenziyasına əsasən ondan alır o məhsulu və daha sonra da ixrac edir. Bu qədər sadə. Və o lisenziya əsasında, o kağız əsasında məişət sertifikat of original Avropada deyirlər ona. Yəni hardan çıxarılır, necə çıxarılır? Məişəsi nərdədir? Bu hardan çıxardı bu məişət? Biz isə məişət sertifikatını hindi almalıyıq ki, o vaxtı, nə vaxt ki biz bu trüfili torpaqdan, öz torpağımızdan çıxarmalıyıq və qida təhlükəsizliyi qeydiyyatdan keçməliyik. Bir necə deyim sizə,
ilkin istehsalçı kimi gəlin belə deyək də, ilkin istehsalçı, первичный производитель deyək də, ilkin istehsalçı kimi biz qeydiyyatdan keçməliyik və onun əsasında bizə məişət sertifikatı verilir. Sonra satış zamanı fitosanitar sənədi. Axı 2 dənə sənəd lazımdır. Bir məişət sertifikatı, bir də fitosanitar ixracat potensialı, yəni ixracat Hə, yəni bunu hardan çıxarmısan və sanitar tələblərə cavab vermir. Yəni yemək olar mı? Biraz da bir söz Azərbaycanda 2023-cü ildə trüfeli qırmızı kitaba salıblar. Qırmızı kitaba salıblar deyə onun hər yerdə qazmaq olmaz. Yəni siz onu meşədə gedib yəni meşəni darmadağın eləyib, onun miseliyasını zədələyib, ona böyük bir ağaca da, torpağa da böyük bir ziyan vurub, onu çıxarda bilməzsiniz. Ona görə də onun necə ki quş ovuna ayrı bir ova sertifikat verilir, ovçuluq sertifikat. Ona da sertifikat. Niyə sertifikat? Tek onun üçün deyir ki, buna icazə verməlidirlər ki, bu icazə olur ki, bu insan getsin bu trüfülçə. Bunu öyrətməlidirlər. Bunu necə çıxartmaq lazımdır ki, bu zədələməsin. Çıxardandan sonra bulunkanı bağlasın. Necə çıxardandan sonra necə onu saxlasın, düzgün klimatda da, oranında, havada saxlamalıdır ki, ixracata uyğun olsun bu məhsul. Həm də torpağı zədələməsin, ağacı zədələməsin. Çünki bu hamısı bir bioloji müxtəliflikdir. Torpaq, ağac, ekosistemdir. Torpaq, ağac, heyvan. Bir də bilirsiniz necə, dünyada biz onu çıxartmasaq da belə, qırmızı kitabda olsa da belə, heyvanlar onu yeyirlər. Çöl donuzları, iskuslar, porsuqlar, dovşanlar, fındıq yeyənlər, o ağızlarının dadını yaxşı bilirlər. Onlar sıçanlar, yer sıçanları yeyirlər, onları və ona görə də genə də o amma yeyəndən sonra da onlar onu arazisini genişləndirirlər. Çünki ifraz eləyəndən sonra onların nəcisindən təzədən o əmələ gəlir. Yəni təbiət özünü tənzimləyir. Özü təmizləyir, bəli. Və belə deyirəm. Lalə xanım, çox sağ olun. Mən sizə təşəkkürümü bildirirəm. Sizinlə saatlarla bu mövzuda söhbət etməyə hazıram, amma təəssüf ki, efir vaxtımız məhduddur. Minnətdaram ki, gəldiniz. Mən sizə fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun. Belə başa düşdüm ki, müəyyən çətinliklər olsa da bunun öhdəsindən gəlməyə qadirik. Uğurlar arzu edirəm sizə. Çox sağ olun. Minnətdaram və bu qədər maarifləndirdik. Bu qədər bilmədiyimiz şeyləri öyrəndik qarşılıqlı olaraq. Təşəkkür edirəm. İnşallah. Mən arzulayıram ki, Azərbaycan dünya ölkələrinin Fransa ilə, İtaliya ilə, İspaniya ilə bir sıraya durub və ixracat potensialına rəqabət aparmağa yəni uyğun bir ölkədir. Çünki bizim torpaq oranımız, iqlimimiz hamısı buna uyğundur. İnşallah biz də öz sözümüzü Azərbaycan trüfül kimi ixracatda deyə bilərik. Uğurlar sizə bu işdə. Minnətdaram. Əziz dinləyicilərimiz, Azərbaycan trüfel istehsalçılarının inkişafına dəstək İctimai Birliyinin sədri Lalə xanım Həmidova bugün mənimlə həmsöhbət idi. Düşünürəm ki, mənim qədər sizin üçün də maraqlı söhbət oldu. Özünüzə və planetə yaxşı baxın, eşidilərik.